Azərbaycanda istehsal olunan qeyri-neft qaz məhsullarının ixracı üçün yeni dəstək mexanizmi tətbiq olunacaq. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Belə ki, qeyri-neft qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlar gömrük rəsmiləşdirilməsi zamanı ödədikləri yığımlara görə dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya alacaqlar. İxrac rəsmiləşdirmə xərclərinə görə kompensasiya məbləği məhsulun növünə və ixrac edildiyi ölkəyə görə dəyişəcək və hər bir ixrac bəyannaməsi üzrə müəyyən olunan yuxarı hədd nəzərə alınacaq. Bu kompensasiya yalnız Azərbaycan mənşəli qeyri-neft məhsullarına şamil olunur. Pul geri ödənişi hər rübdən sonra müraciət əsasında İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək. Məhsulun Azərbaycan mənşəli olması xüsusi mənşə sertifikatı ilə təsdiqlənəcək. Kompensasiya yalnız faktiki ixrac olunan mallar üçün veriləcək. Bu müddətdə qeyri-neft qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlanıcına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir. Dövlət həmçinin bu dəstəyin maliyyələşdirilməsində büdcədə nəzərə alacaq, hansı məhsulların və ölkələrin bu dəstəyə aid olacağını, həmçinin maksimum kompensasiya məbləğini müəyyən edəcək. Fərman 1 sentyabr 2026-cı ildən qüvvəyə minir və 2031-ci ilin sonuna qədər ixrac əməliyyatlarına tətbiq olunacaq.